Yeni araşdırmalar göstərir ki, zəhləmizi tökən herpes virusu başqa bir dərdimizin dərmanı imiş. Herpes simplex virusu hər 3 insandan ikisinə yoluxmuş, çox geniş yayılmış bir virusdur. Səpkilərdən başqa ciddi bir problem yaratmır. Lakin bu virusun genetikasını dəyişdikdə o onkolitik virusa çevrilir. Yəni xərçəng hüceyrələrini hədəf alan, onlara yoluxub onlara məhv edən bir virus olur. Bu virus eyni zamanda immun sistemini aktivləşdirir. Proses iki üsulla baş verir. 1. Virus şiş hüceyrələrinin içində çoxalır, nəhayət onları partladaraq məhv edir. 2. Orqanizmin immun sistemi virusun hücuma keçdiyini tanıyır və bütün bədəndəki xərçəng hüceyrələrinə qarşı hücuma başlayır və hətta həmin virusun birbaşa yeridilmədiyi yerlərdə belə. İlkin klinik sınaqlar ümidverici nəticələr göstərir. RP1 və RP2 adlı dəyişdirilmiş herpes virusları ilə aparılan tədqiqatlarda irəli mərhələdə olan xərçəng xəstələrinin təxminən 25%-də müsbət nəticələr var. Melanoma sınaqlarında isə xəstələrin 30%-də şişlər kiçilib. Sınaqlarda iştirak edən hər 6 nəfərdən birində isə xərçəng tamamilə yox olub. Müalicə əsasən dəri xərçənginə qarşı aparılır, amma başqa xərçəng növlərində də effektiv ola biləcəyi iddia edilir. Hazırladı Ceyhun Qurbanov, Albert Eyni Şeydi səhifəsi.